mən Putin yerinə olsaydım bu paradı bir bəhanə gətirib keçirməzdim. Həqiqətən də. Ən yaxşısı bu olardı. Yəni orada bir 100 dənə bəhanə tapmaq olardı. Bəhanənin biri Ukraynanın hücumlarıdır. Təbii. Çıxıb Zelenskidən icazə də almazdım ki, özümü biabır edəyəm. Və bir bəhanə gətirərdim ki, görürsünüz də, bax, bunlar təxribat edirlər, bizi vururlar, müharibəni çeviriblər başqa bir müstəviyə. Onlar necə deyirlər, görüm, ad qoyurlar, demək, terrorçu deyirlər. Bu terrorçular imkan vermirlər Ukraynanın hücumlarından. Özlərinin hərəkətlərindən terror demirlər. Bəli. Amma Ukraynanın hücumlarına terrorçu hərəkətlər deyirlər. Halbuki Rusiya Ukrayna ərazisində yaşayış məntəqələrini vurur, evləri vurur. İnsanların olduğu yeri, qoca, cavan, uşaq, demir, hara gəldi vurur. Amma baxın, Ukrayna nə vurur? Ukrayna strateji obyektləri vurur, hərbi obyektləri vurur. Neft emalı zavodları xüsusilə. Strateji, yəni, bu müharibənin Ukrayna üçün fəlsəfəsi bir başqadır. Rusiya üçün bir başqadır. Yəni, bütün buna baxmayaraq Ukraynanın hücumlarını bunlar dediyim kimi belə terror adı qoyurlar, amma terror əslində özləri eləyirlər. Bu, Rusiya tarixində ən biabırçı, 2-ci Dünya müharibəsindən sonra ən biabırçı bir paradır. Və təxminən 42 dəqiqə çəkdi. 45 dəqiqə dedilər, bəli. Bir zəng, bir məktəb zəngi. Yəni, o saatlarla çəkən bir paradır. Biz də keçmişdə Sovetlər dönəmində baxmışıq da bu parada. Orada nələr nümayiş olunurdu, nələr danışılırdı. Yəni, bu həm də Rusiyanın indiki durumunun bir cizgiləri ilə paradda çəkildi. Yəni, hansı duruma gəlib çatıblar. Mən bundan öncə də bir verilişdə oldum, orada bir fikir səsləndirdim, təkrar edirəm burada. Rusiyanın bütün cəmi düşmənləri, düşmən dövlətləri bir araya gələydilər ki, Rusiyanı bu duruma salsınlar. Onlar bunu edə bilməzdilər ki, Putin bunu etdi. Yəni Putin özü öz ayağına sıxdı da, eləmə. Özünü öz ayağına. Yəni Rusiyanı belə bir acınacaq duruma gətirmək. Baxın, bəzi şeyləri rəqəmlərdən deyim, maraqlı olsun tamaşaçılar. Buyurun, əlbəttə. Baxın, Rusiya bu işğalçı müharibə ilə nə etdi? Güclü bir Ukrayna ordusu yaratdı. Döyüşkən, mobil və Avropanın ən güclü ordularından biri bugün Ukrayna ordusudur. Güclü Ukraynanın hərbi sənayesini yaratdı. Yəni, mübariz, o xalqın mübarizliyini bir daha sübuta getirdi ki, bu xalq mübarizdir. Kiyevə qədər gəlib çıxmışlar. Geri qayıtdı, geri dönüş oldu və bugün də artıq bu ilin ötən ayları ərzində Rusiya torpaqları itirir. Yəni, işğal etdiyi torpaqları itirməklə məşğuldur. Bunlar nə danışırlar, danışsınlar. Gerçəklər bundan ibarətdir. Və eyni zamanda Rusiya bu müharibəni Ukraynanın ərazisindən öz ərazisinə keçməsinə nail oldu. Və bugün müharibə Ukraynanın ərazisində, Rusiyanın ərazisində gedir demək olar. Paralel olaraq həm də Rusiyanın ərazisində gedir. Ukraynanın hərbi sənayesi haqqında danışdım, bir rəqəm deyim. Bu ilin 3 ayında, keçən ilin 12 aya qədər Rusiya dronlar istehsal edildi. Ukrayna üzrə istəyir, dronlar istehsal edildi. Və bayaq bir xəbər də var idi ki, yəni müharibə başlayandan bəri ilk dəfə olaraq cəbhədə də təşəbbüsü ələ keçirib məhz o dronlarının sayəsində. Baxın, keçən 12 ay ərzində istehsal olunan qədər dronu Ukrayna bu ilin 3 ayında istehsal edildi. Yəni bu nə deməkdir? Bu deməkdir ki, bu il Ukrayna keçən ilkindən 4 dəfə çox dron istehsal edəcək. Ən aşağısı 4 dəfə çox istehsal edəcək. Bu dronlar nə üçün? Bunlar hücum dronlardır. Bunlar nə üçün istehsal edilir? Rusiyanın başına od eləmək üçün. Yəni bunlar hamısı Rusiyada o müharibənin müstəvisini genişləndirəcək, vurulan obyektlərin sayını artıracaq. Rusiyada böyük bir vahimə yaşadacaq Rusiyanın bütün şəhərlərində və eyni zamanda artıq o uçan dronların uçuş məsafəsinin uzadılması istiqamətində də xeyli uğurlar var. Yəni deyək ki, əvvəl bir 1200-1500 kilometr uçurdularsa, bunlar artıq 2000-2500 kilometr uçmaq. Bu demək ki, Rusiyanın praktik olaraq Uraldan da o tərəfə ərazilərin hamısı əhatə olunacaq. Yəni, indi o Sibirin bir hissəsində həyat yoxdur, yaşayış yoxdur. Demək ki, hər yerə əl çatacaqdır. Bu fonda Putin deyir ki, biz danışıqlara gedə bilərik. Artıq o dediyiniz, bax, sizin giriş çıxışınızda dediniz. Bəli, bu artıq. Medvedev dediniz, yoxsa kimisə orada keçmiş baş nazir vardı, onun adını çəkdiniz. Demək, onun bir bəyanatı var ki, biz danışıqlara
gedə bilərik, baxa bilərik. Yəni sözləri atırlar ortalığa. Kiriyenko deyəsən dedi. Kiriyenkonun açıqlamasıdır. Əslində bu prezident administrasiyasının təqdimatıdır, yayılan bir təqdimatıdır ki, dosiye, yəni əhaliyə, ictimai rəyə artıq bunu sırmaq istəyir. Hesablanmış bir şey. Yəni uduzacağımız təqdirdə bunu biz necə qələbə kimi cəmaata sıraya bilək? Yəni Rus əhalisi belə deyək də qış yuxusundadır ki, yəni güya adamlar başa düşmürlərmi ki, bu 5 ilin az qala sabah bir gün tamamı olacaq və sən nə əldə etmirsən ki, nə əldə edə bildin ki? Mən Rusiyada uzun illər yaşamışam. Orada demək sıravi insanlar praktik olaraq böyük əksəriyyəti Putin kimi düşünürlər. Amma mən sizə deyim ki, o intelligensiya ki yoxdur. Yəni, dünya görüşlü, hər şeyi real dəyərləndirə bilən o aparıcı insanlar, bunlar hamısı başqa cürə düşünürlər. Yəni, bir nifrətlə bu idarəçiliyi qəbul edirlər. Ki, bu yaxınlarda bir siyasi şərhçinin, keçmişdə vəzifədə işləmiş bir siyasi şərhçinin Rusiyadan şərhindən mən qulaq asdım sosial şəbəkədə. Deyir ki, biz dövlət kimi yaşamaq istəyiriksə, biz digər xalqlara, digər dövlətlərə yuxarıdan aşağı baxmaq kimi bir yaramaz bir siyasətimizi kənara atmalıyıq. Onlarla tərəfdaş kimi danışmalıyıq, onlarla dost kimi danışmalıyıq, onlarla əməkdaşlıq qurmalıyıq, onlarla birlikdə hər iki tərəfə fayda verə biləcək işlər haqqında, layihələr haqqında düşünməliyik. Nə qədər ki, yuxarıdan aşağıya baxırıqsa, o deməkdir ki, biz daimi nifrət obyektinə çevriləcəyik, bizə daimi nifrət olacaqdır və bu nifrət fonunda da nə qədər yaşamaq olar. Bu gün, Ələman, baxın, əski Sovetlər məkanında, indi bunlar bir qonularla bir MDB, mən bir yazı yazdım mətbuata, yazdım ki, bu təbii ki, biz MDB yaranandan sonra, Sovetlər İttifaqı dağılandan sonra ki, o ortaya çıxan milli münaqişələr ki, bir-birinin ardınca bütün əski məkanlarımızda əhatə elədi. Biz onda başa düşdük ki, biz Sovetlər İttifaqında yaşamamışıq. Biz Rusiya imperiyasının tərkibində yaşamışıq və o imperiya ayrı-ayrı bölgələrdə, özünə birləşdirdiyi ərazilərdə, ayrı-ayrı bölgələrdə bax, bu nifaq toxumlarını əkib xalqlar arasında və imperiyanın dağılmasının qarşısını almağın bir yolu kimi bunu edibdir. İmperiya dağılandan sonra bax, bu toxumlar hamısı başladı yüzərməyə. Və biz onda başa düşdük ki, biz Sovetlər İttifaqında yaşamamışıq. Biz yaşamışıq, Rusiya imperiyasının tərkibində yaşamışıq. Bunun adını sadəcə olaraq komünizm, sosializm, komünizm quran bir ideologiya kimi qoymuşuq oradan. Əslində ideologiya imperiya. Özümüzü aldatmışıq. Özümüzü aldatmışıq. Bu imperiya ideologiyası olubdur. Rusiya imperiyasının ideologiyası olubdur. Bu gün MDB-nin də yaranmasının səbəbi nədir? Üzr istəyirəm ifadəmə görə, bu bir bic doğulmuş bir təşkilatdır. Heç kimə lazım olmayan bir təşkilatdır. Gör, neçə ölkə oradan çıxdı. Ukrayna çıxdı, Rusiya, Gürcüstan çıxdı və Moldova çıxmağa hazırlaşır deyil, bu bizə lazım. O gün olsun biz də çıxaq. Biz də çıxaq və başqa ölkələr də çıxacaqlar. Yəni, bir neçə də yan təşkilatlarını yaradıblar, onunla KTMT kimi, başqa ki, bunlar da heç biri işləyən bir strukturlar deyirlər. Sadəcə olaraq burada bir fəlsəfə var da, Rusiya üçün, Rus imperiyası üçün bir fəlsəfə var. Bəlkə bir zaman gələr, qaytararıq hər şeyi. Yəni, Sovetlər İttifaqı. Putin bu xülyayla yaşayır da. Bəlkə də qaytardılar. Bəlkə qaytardılar.